Salam değerli izleyicilerim, kanalıma hoş geldiniz. Basketbol dünyasının sevilen adlarından Cedi Osman növbətdə və parlaq performansı ilə yadda qaldı. Gərgin keçən maçda komandasına qələbə qazandıran Osman azarkeşlərin və media nümayəndələrinin diqqətini çəkdi. Amma gecənin ən yadda qalan anı maçdan sonra yaşandı. Qələbənin sevincini həyat yoldaşı məşhur aktrisa Ebru Şahinlə bölüşən Cedi tribunaya doğru gedərək Ebrunu qucaqladı. Bu səmimi və emosional an bir çox izləyicini duyğulandırdı. Cütlüyün bir-birinə olan sevgi dolu baxışları və təbəssümləri sosial şəbəkələrdə sürətlə yayılmağa başladı. Ebru Şahin isə həyat yoldaşının bu uğruna sevinç gözyaşları ilə reaksiya verdi və onu bağrına basaraq təbrik etdi. Onların arasındakı sevgi və dəstək bir daha sübut etdi ki, real həyatdakı münasibətlər ulduzlardan daha parlaq ola bilər. Bu möhtəşəm anları qaçırmayın. Videonu izləyin və Cedi Osman ilə Ebru Şahinin sevgi dolu anlarına siz də şahid olun.